Rəsuldan çox müdafiə eləmənəm bəlkə də ölkədə. Sən narahat Mənim olma. rəsulum məsumdur qardaş. Allah sən Rəsulun məsumdur, mən öz etiqadımla danışıram. Əgər yəni mən öz etiqadımla danışmağa mənim ixtiyarım yoxdursa, bura yazın da qardaş. Qardaş qaldırıbsa, deməli mən danışa bilərəm. Sən danışa bilərsən, bizim də müdaxilə eləmək haqqımızdır axı. Qardaş, müdaxilənin yeri var da, qoy qutarım sonra elə də. Axı biraz fikrini bildirsin. Bax, bu deyil qardaş, bu söhbətdir. Əsas fikrin nədir qardaşım? Bir dənə tam fikrini al. Qardaş, yəni bu mücahid, bilsən necə, mən bilsən də o 50 nəfər də olsa belə əgər başqa cür danışmaq ilə belə müzakirə mübahisəsində sən bilirsən mənim xasiyyətimi. Mən dala verən deyiləm. Amma bu müzakirə deyil. Müzakirə nədir? Mən fikri dinən biz tam təfil Allah görək. Ayso. Peyğəmbər sallallahu əleyhi və səlləm dinin təfsilatını bilmirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm vəhy ona necə enir, vəhy insana necə enir bilmirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm bilmirdi ki, mələk nədir. Cəbrayıl mələyi birinci gördü, onun dəhşətindən gəldi və o şikayət elədi Xədicə radiyallahu anhaya. Və Xədicə radiyallahu anhaya ona cavab verdi. Dedi ki, sən indiyə qədər heç bir pis əməl eləməmisən. Sən indiyə qədər heç kimə xəyanət eləməmisən. Sən sadiq olmusan. Sən kasıblara, yetimlərə kömək eləmisən. Allah səni heç vaxt pis vəziyyətə qoymaz. Allahı tanıyırlar təbii ki. Peyğəmbər sallallahu əleyhi və səlləm Hənif dinində idi. Peyğəmbər sallallahu əleyhi və səlləm idi. Əbu Bakr radiyallahu anh idi. Onlar da Osman idi və bir çox sahabelərdən bir qismi onlar Allah Subhanahu taala şərik qoşmurdular. Biz ondan danışmırıq. Amma dinin təfsilatını necə vəhy enir bilmirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm birinci mələyi görəndə dəhşətə gəldi. Əvvəlcə onu mağarada gördü. Sonra çıxıb gedəndə gördü ki, bütün səmanı qanadlarıyla örtübdü mələk. Belə bir dəhşətin qarşısında Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbər deyildi. Hələ Allah onu öyrətməmişdi. Üstəlik də mələyi görəndən sonra bir müddət sonra ona heç vəhy də gəlmədi. Gözlədi. İqra surəsinin məsəl üçün təfsirini oxuyun, görəcəksiniz. Aydındır? Və buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib insan kimi şikayət eləməsi bu normaldır. Amma Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm sonra dini öyrədəndən sonra artıq dində sabit olandan sonra normaldır. Yəni burada nə var axı deyirəm? Bir dənə üzrsən, sual verə bilərəm. Canına qəsd eləməkdir sualım. Canına qəsd etmək istəmirdi qardaş. Canına qəsd İntihar etmək istəyirdi də qardaş, özünü atmaq istəyirdi Buxarına nəql olunur. Dəhşətdən, deyirdi, amma eləmədi. İntihara cəhd eləmişdə mələk qoymadı onu. Sizin Buxarda oldu. Qaldı ki, İqranın təfsiri bizdəkisinə eyni deyil. Peyğəmbər 3 dəfə oxu desin, oxuya qardaş, yəni sizin iradınız Buxarıdır. Yəni mövzu Buxarıdır da deməli. Peyğəmbər sallallahu əleyhi və səlləm və Şiə kitablarında qardaş, yəni 600 dənə bir dənə Bahəddin əzizim. 600 dənə Peyğəmbər sallallahu əleyhi və səlləmin cəmi hədisi rivayet eləmisiniz. Bir də səhih deyil. Bildim qardaş, sən sözlü sizə görə də qardaş. Sizə görə biz də girsək əgər Buxarinin də sabit olmaması var, Müslümin nəqlinin də nə qədər zəif raviden gəlməsi var, Müslümin Buxaridən hədis götürməməsi var. Qardaş, yəni özünü qırağa neçəksən ki? Qardaş, Peyğəmbər sallallahu əleyhi və səlləm həyatını imkan verdi və dinlədik səni. Sən bizi dinləmirsən axı indi. Buxari mövzu deyil. Sən Buxarinin səhih, Peyğəmbər Buxari nəyi səhih bilik gətiribdi. Biz də etiqad edirik səhihdir. Sən danışdın, biz dinlədik. Hakim 5 saniyə səbirli ol. Tövbə zamanı, qardaşım, əzizim. Bayaqları bizə bir irad bildirdin ki, düz deyə məndən başqa çoxsuna irad bildirdin ki, mən danışan zamanı mən istəyən olduğu halda dala verən deyiləm. Qoy imkan ver, qarşılıqlı danış da. Verəcəm qardaş. Amma yox, dayanmadan danışırsan, qarşı tərəfi dinləmirsən ha. Qardaş, bir dəqiqə qulaq as. Qoy Bahəddin danışsın. Bir dənə söz deyim, bir dənə sual verin. Deyirsən ki, Peyğəmbər mələkdən qorxdu, düzdür? Bəli. Həzrət Məryəm niyə mələkdən qorxmadı? Peyğəmbər. O da qorxdu. Yox, özünü intihar eləmək istəyirdi. Vallahi tutmuram, qardaş, Məryəm surəsini aç oxu. Yox, özünü intihar eləmək istəyirdi. Peyğəmbər, bəs nə? Öldürmək istəyir Məryəm. Allahdan ölüm istədi. Allahdan ölüm istədi. Məryəm də ölüm istədi. Ona görə yox ki, Cəbraildən qorxdu. O səbəb deyil. Səbirli ol qardaş. Kapatıram özü. Tövbə zamanı gözəl qardaş, bir dənə səbirli ol Allah üçün. Bir vaxtla danışaq. Yəni aləm dəyməsin də bir-birinə. Burada onsuz da xırda müzakirə edirik. Bir dənə üzr istəyirəm sizə, bir dənə xırda, bir dənə iradım var. Xahiş edirəm, bir dənə mənə izah eləyin. Ya siz, ya bilən Elməddin qardaş, Bahəddin fərqi yox. Siz dediniz ki, Muhammed və onun yanında olan səhabələrin bir çoxu İbrahimin Hənif dinində idi, düzdür? Bəli, bəli. Buna dəliliniz var əlinizdə, gözəl qardaş? Bəli, var. Məsələn? Bəli, var.
Misal elə səhih hədislərdə gəlibdi. Ki, Hətta yəni misal üçün insanlar var idi ki, dururdular Məkkənin qabağında, Kəbənin qabağında, deyirdilər ki, siz atanızın dinini dəyişmisiniz. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədislərdə var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm müşriklərin səhərə qədər yatmayıb belə söhbət elədiyi bir məclisə qoşmaq istəyəndə Allah Subhanahu taala onun şunu əlindən alır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm də Allaha şərik qoşması ümumiyyətlə yoxdur. bildim, digər xəbər icma elər, bizdə icmadır. Bəli, düz deyirsiniz. Bax qardaş, mən bir dənə söz deyim. Siz Muhammedin məsəl üçün əmisi Əbu Talib sizin əqidənizə görə kafirdir, düzdür? Halbuki bizim əlimizdə dəlil var ki, o da İbrahimin Hənif dinində idi. Necə olur ki, ondan sonraki səhabələr İbrahimin Hənif dinindədir, amma Əbu Talib kafirdir? Ondan sonraki Əbu Talib səhih hədislərdə var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onun ölüm ayağında ona deyir ki, iman gətir, la ilahe illallah de, mən Allah qatında, yəni mən sənin üçün yəni çalışım, sənin üçün Allahdan bağışlanma diləyim. O da deyir ki, axırda mən qövmümün dinindəyəm. Abu Talib bilirdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl bir dinlə gəlib. Lakin qövmünün qınağından qorxaraq bunu qəbul etmədi. Bu da yəni dində İbə növündən küfrün növüdür. Yəni sən bilirsən doğrudan, amma istəmirsən. Bu da küfr elədi. Onlar bizdə danışaq. Buyur qardaş. Həzrət Əleyhisselam bu sözü deyəndə, sizin dediyiniz deyəndə, Kafidə deyir ki, hədis gətir, Yaqub deyir. Həzrət Əli deyir ki, faddallahu fadda. Allah onların dişlərini töksün. Allah eləsin bu sözləri deyənlərə. Onlara bəddua. Sual verim. Yox, vermədən, indi mən də danışa bilərəm. Bu birinci, indi Əbu Talib müzakirəsini sonra eləyək. Birinci, qardaşlar sizə irad tutdu ki, salavatı düzgün deyin, sizin acığınız gəlir. Halbuki Rasulullah sallallahu aleyhi və aleyh özü qadağan deyib ona bətrə salavatı göndərmək. Tamam, qəbul edim, sonra. Bu bir. İkincisi, yenə sizin möhtəşəm saydığınız Buxaridə Peyğəmbər sallallahu aleyhi və aleyh deyir ki, Allah bir peyğəmbər və ya xəlifə göndərdikdə iki növ ona sirdaş olar. Biri xeyrə əməl edər, biri şərə dəvət edir. Allahın məsum qıldığı pisliklərdən qoruduğudur. Bu hədisdə bizə göstərir ki, Allah Rasulü məsumdur. Üçüncü arqument yenə Buxaridə gəlir. Peyğəmbər sallallahu aleyhi və aleyh namaz qılanda arxada sahabələr bəzi hərəkətlər edəndə Allah Rasulü deyir ki, mənim üzümün qiblə olması arxada sizi görməməyim deyil. Mən arxada nə etdiklərinizdə görürəm. Yəni Allah Rasulü məsumdur. Məsum məndə deməkdir, qardaş. Ola bilən başa düşün. Məsum ismətlidir. Yəni günah etməzlər. Misal üçün günah etmir. Allah Subhanahu Quranda deyir ki, "İnne fətəhnə ləkə fətən mubinə." ليغفر لك الله ما تقدم من ذنبك وتأخر ويتم نعمته عليك ويهديك الصراط المستقيم. Allah Subhanahu deyir ki, biz sənə böyük bir fəth verdik. Ondan sonra ki, ليغفر لك ما تقدم من ذنبك. Sənin keçmiş və gələcək günahları bağışlamaq üçün. Bu ayə nədir bəs? Birinci günah deyil, günah cünahdır. Zəmbikdir, xəta. Yanlışlıqlardır. Zəmb günahdır qardaş. Zəmb günah deyirlər. Günah sözü yoxdur ərəbcə Quranda. Nədir ki? Nə olmalı ki? Günahdır da ərəbcə. O təfsirə baxmısan qardaş o ayənin təfsirinə? Baxmışam. Nə deyir? Misal üçün kimin təfsirində deyir ki, günahdır? Bizim təfsirlərdə verilən budur ki, Peyğəmbər sallallahu aleyhi və aleyh ki, müşriklərin bütlərini qırmışdı, Dulan dininə qarşı çıxmışdı. Onlar Peyğəmbərə günahkar kimi baxardılar. Kafir kimi baxardılar. Allah da Peyğəmbərə təskinlik verir ki, sənin keçmiş və gələcəyin bağışlanıb. Və bir hədisdə gəlir ki, Ümmü Sələmə radiyallahu anha rahmetullahi aleyh deyir ki, Allah Resulü mənim evimdə idi, gecə qalxdığımda yanımda görmədim. Çölə çıxdığım zaman Resulullahın səcdəyə qapanıb ağladığını gördüm. Mən də bunu görüb ağladım. Allah Resulü səcdən qalxdı, sən niyə ağlayırsan? Ümmü Sələmə deyir, ya Resulullah, sənin keçmiş və gələcək günahların bağışlandığı halda niyə sən bu qədər ağlayırsan? Allah Resulü deyir ki, mən şükür edənlərdən olmayayım mı? Hədisdə deyir ki, keçmiş və gələcək günahları bağışlamaq. Zaten bizdə ayədə də eyni şey deyir. Yəni Allah Resulünü o ağlamağı, istiğfarı Allah Resulünün təqvasından dolayıdır.
Qardaş, indi sən onu şeylə yozursan da, amma yəni Allah Subhanahu taala Quranda Əbəs surəsində Əbəsə və təvəllə deyir. Peyğəmbər Abasa və tavallə Əbəs surəsində Əfəllah Abasa və tavallə deyib getməyin də müəllim tərcümə edin də. Hə, aha. Nə tərcümə elə? Abasa və tavallə deyib getməyin tərcümə edin də. Deyir ki, üzvü turşutdun və üz döndün. Üzvü demir axı, üzünü turşut, üçüncü şəxsdən danışır, müğayibdən. Niyə Peyğəmbər nisbət versin? Ən cə'əl əmə, yəni Peyğəmbərdən Yox, ayənin hələ əvvəlin düzgün tərcümədə cəmaatın ərəbcə bilməməyinə istifadə edib. Cəmaatı niyə alırırsınız ki? Onlarla ayə gətirəlim qardaş. Onlarla. Onlarla gətirəcəksə 100-dən cavab verəcək. Nə cavab? Sən nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm məsum deyil? Məsumdur. Məsumdur. Biz nə deyirik ki? Əhlüsünnə nə Mütləq deyirik? məsumdur. Biz isə deyirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm təbliğində məsumdur. Peyğəmbər sallallahu əleyhi və səlləm böyük günahlardan məsumdur. Bunu hardan çıxartmısınız ki, təbliğində məsumdur, digərindən də deyil. Çünki Allah Subhanahu taala deyir ki, yəni bəlliğ və unzilek min rabbik və illəm bəllağta fəmə illəm təfəl fəmə bəllağta risalati. Ayə var ya qardaş, Tövbə surəsində. Ayə var, ayə dediyim mövzu adəti nədir qardaş? Allah Subhanahu taala başqa ayədə ki, lo taqavel aleynə bil taqavel aleynə bil aqavil necə idi? Lo taqavel aleynə Azərbaycancasını deyir də qardaş, cəmaatı mən ərəbcəsini deyirəm, sonra tərcümə edirəm. Deyir ki, əgər bizim dediklərimizdən başqa şey danışsaydın, ləhədə minhu bil yamin deyir. Tum laqatana minhu vatin. Deyir ki, sənin deyir sağ tərəfindən tutardıq və sonra sənin şah damarını kəsərdik. Bu bizə dəstəkdir də, sizə yox da. Bu bizə dəstək ayədir ki, Allah Rəsulu özündən bir şey əlavə elə bilməz. Qardaş, deyir ki, əgər yalan danışsaydı bizim şəriətimiz barəsində biz onu cəzalandırardıq. Yəni bu da göstərir təbliğdə qorunubdur. Amma Peyğəmbər hər bir şeydə qorunub da. Nəcm sözü 3-4-də deyir ki, özündən danışmaz, nəsə və. Əzizim, gəl şeyin elmi yanaşaq da məsələyə. Sən bir mövqeyin var, düzdür? Ona dəlillərin var, düzdürmü? Bəli. Düzdür qardaş? Mənim də bir mövqeyim var, ona dəlillərim var. Gəl indi usulla yanaşaq da. Usulla yanaşaq ki, ikimizin görüşünün arasında tərcih necə edilir də? Buna baxmaq lazımdır. Mən deyirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və hər birinə də dəlil gətirəcəm. Peyğəmbər sallallahu əleyhi və səlləm təbliğində nə idi? Məsum idi. Çünki və mə yantiqanil həva, o öz vəhyindən danışma, öz havasından danışma. İn huwa illə vahiyyuha. Onun danışdıqları hamısı vəhyidir, düzdürmü? Amma bu ayədə demir də ki, şəriətdə doğrusudur, sıddıqdır, özünə əlavə eləməz, qeyri şeylərdə amma buraxar gedər. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni vəhdən danışır. Vəhdən danışır da. Vəhd də qardaş, bu kişi ya vəhdi ya hikmətdir. Bu kişidə hikmətsiz əməl yoxdur. Barəsində nə danışırsa, şəriət barəsində Rəsul Əkrəmdə argumentini bax dedim ki, qardaş dinlə, məni də dinlə də qardaş. Rəsulullah əbəs işlər var, yoxsa həkimli hikmətlidir? Argumentlərimizi dəqiqləşdirək ki, mən səni dinləyəcəm 10 dəqiqədə, 15 dəqiqə dinləyəcəm. Bir dənə onlar, yəni əgər sən baxıram ki, mən başqa mövzuya gəlmişdim, sən başqa mövzuya gəldin. Tamam. Gəl argumentlərimizi dəqiqləşdirək. Sonra isbat edək də. Aydındır? Bir-birimizə deməyək. Elə sən yəni danış, bu cəmaət qulaq assın. Mənim arqumentim nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm dəvətində məsum idi. Aydındır? Və mənim arqumentim odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm böyük günahlardan məsum idi. Mənim arqumentim odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hamısına da dəlil gətirəcəm. Bir dənə tövbə zamanı sənə bir dənə söz deyim. Qardaş, nə danışırsa, bir dənə səbirli ol. Nə danışırsa müsəlmanlar üçün faydalı olsun, amma Allah üçün səbirlə, təmkinlə danışın. Biz sizi dinləyirik. Qardaş, argumenti deməliyik. Bax, iki nəfərlə müzakirə edək. Argument dəqiq deyilsə, qulaq as əzizim, səbirli ol. Argument dəqiq deyilsə, yəni bu sadəcə şeydir, belə qaz döyüşüdür. Yəni mən qağıldayıram, başqası qağıldayır. Bunun faydası yoxdur. Konekt danışaraq qoy cəmaata faydalı olsun. Buyur. Hə, ayısol, argumentimi qoy yekunlaşdırma, ondan sonra sən danış. Sən argumentini deyərsən, ondan sonra müzakirə edərik. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləmin o kiçik günahlara gəlincə isə, hansı ki sən xəta deyirsən, kiçik günah deyirsən, biz deyirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bunları edibdir. Aydındır? İndi sənin argumentin nədir? Argumentini de, sonra hərə öz argumentini müdafiə eləsin. Bizə görə Peyğəmbər sallallahu aleyhi və aleyh nə böyük günaha, nə kiçik günaha, nə şirkə, nə küfrə mürtəkib olmayıbdır. Aha. Məsumdur, ismət sahibidir, ismət sifəti də bu əbəs, boş,
işləri, günah işləri uzaqlaşdırır özündən. Yaxşı, tamam, okey. İndi gəl şey eləyək də, hərə öz argumentini müdafiə eləsin. Sən dəlillərini gətir. Mən sənə sual verirəm. Mən dəlillərimi zaten gətirmişəm çoxunu. İstəsən yenə gətirəm. İndi sən dəlillərini gətir. Dəlili gətir, Qurandan gətir. Bax ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni bütün xətalardan, yəni münezzeh, yəni gətir o günah dəlillər. Münezzeh deyil. Hadi xətalardan münezzehdir, yəni günah etməz də, yəni. Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və aleyh başda olmaqla Əhzab surəsi 33-cü ayədə onları pak və təmiz etdiyini bildirir. Həmçinin Nəcm surəsi 3-cü, 4-cü ayədə özündən danışmadığını, vəhlə danışdığını bildirir. Həmçində Peyğəmbərə də hikmətin olduğunu, sizə hikməti öyrədər olduğunu bildirir. Hikmətsiz iş görünməz. Və belə də bizim dəlillərimiz nə Suallarım var. Suallar verə bilərəm. Əlbəttə, buyurun. Zaten burada bizim ixtilafımız yoxdur ki. Əgər vəhdən danışırsansa, biz də zaten deyirik ki, vəhdə, təbliğdə, yəni xəta edə bilməz. Yəni bu aydındır. Burada bizim ixtilafımız yoxdur. Kiçik günahlara gəlincə isə deyirsən ki, o Tətir ayəsini gətirirsənsə, Tətir ayəsini axı şeydir, orada sənin variantın var, mənim variantım var da. Elə variant Biz sizin variantı niyə götürməliyik ki? Biz sizin variantını götürməliyik ki. Biz demək götürün. Sadəcə biz müdafiə edirik Peyğəmbərimizi. Ayda onda deməli, əgər elə dəlil gətirməlisən ki, iradə açıq olmamalıdır da, düzdür? Yox, elə bir mövzu yoxdur ki, iradə açıq olmasın. Qardaş, mən sənə desəm ki, yaxşı, mən onda bir dənə sual verim də. Çünki başqa mövzuya gedəcək. Ona görə deyirəm də. Başqa mövzuya gedəcək o. Mən artıq onda başlayacağım İrad açıq olmasaydı, müəllim, bu məsələlər ortaya çıxmazdı ki, irad var ki, məsələlər ortaya çıxmazdı. O mövzu ayrılacaq. Yaxşı, mən tətir, yaxşı, onda qoy mən iradlarımı bildirim də, düzdür qardaş. Mən iradlarımı bildirim, sən qəbul eləyərsən, eləməzsən. Birincisi, vəh barəsində bizim ixtilafımız yoxdur. Əgər ixtilaf yoxdursa, yəni vəh barəsində bunu çıxardırıq, aydındır. Keçdik böyük günahlara. Böyük günahlarda sənin ixtilafın yoxdur. Gəlir kiçik günahlar məsələsinə. Kiçik günahlar məsələsinə cavablarım var mənim. Birincisi. Sizdə var ki, məsələn, Rasulullah, məsələn, siz Allahdan qeyrisinə and içməyi şirk bilirsiniz, amma Rasulullahın da Allahdan qeyrisinə and içməyi sizin kitablarda var. Və buna bəzilərimiz kiçik şirk deyiblər, bəziləri şərqiqi şirk deyiblər, böyük şirk deyiblər. Hələ bir variant deyib, baxın. Peyğəmbər sallallahu əleyhi və səlləm başqasına and içmir, qardaş. Səhih Müslimdə var. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabənin atasının canına and içir. Əhməd ibn Həmbəldə var və digər kitablarda da var. Səhih sənədlə. Peyğəmbər sallallahu əleyhi və səlləm o barədə sahabə özü yox, sahabələrin ona gəlincə isə bizdə izahı başqa cürdür onun. Yox, Rasulullah deyir və əbikə atana and olsun deyir. Hətta sonra Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan elədi onu. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan elədi. Özü şirkə mürtəkib olub sonra şirki qadağan edir. Onda yəni Allah Subhanahu taala hələ qadağan eləməmişdi. Və onu şirkin o vaxtsı bu vaxtsı olur qardaş. Bu nə? Şirki böyük şirki qadağan eləmişdi. Ant məsələsini istisna eləmişdi Allah. Sonra şirk oldu. Hə, sonra şirk oldu, bəli. Sonra Allah Subhanahu qadağan elədi. Vardır qardaş belə şirkin əvvəli sonrası zaman olur. Zaten şirk sizdə deyil. Axı sən bunu gətirə bilməzsən, qardaş. Çünki nəyə görə? Sizdə şirk məsələsi zaten siz peyğəmbər nisbət verirsiniz. Peyğəmbər buyurur bu şeylərdən. Hə də, ay qardaş, Peyğəmbər sallallahu əleyhi və səlləm hətta mən sizə deyəcəm ki, Peyğəmbərin vəfatından sonra bu Əbu Bakır and içibdir, Ömər and içibdir, Ayşə and içibdir, Əli and içibdir. Peyğəmbərin vəfatından sonra. O and içmir, and içədə xətadır. Xəta deyirik, şirk deyirsiniz, bundan sonra da xəta deyirsiniz. Bu necə olur axı? Kiçik şirk bizdə əsas məsələ böyük şirkdir. Kiçik şirk məsələsinə gəlincə isə Peyğəmbər kiçik şirkə mürtəkib olur. Səbir ol da qardaş. Səbir ol da. Dedin də, başa düşdün. Peyğəmbər sallallahu əleyhi və səlləm o bir əbikə məsələsinə gəlincə isə onun izahı var da. Biz əhl-sünnədə onun izahı var. Birincisi izahı odur ki, o həmin vaxtda İslamın əvvəllərində idi. Allah Subhanahu yavaş-yavaş öyrədirdi. Əsas tövhid məsələsindədir. La ilahe illallah. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Ant məsələsinə gəlincə isə Peyğəmbər sallallahu əleyhi və səlləm İslamın əvvəllərində sahabelər heç nə demirdi və bunların urfunda var idi. Urflarında olduğuna görə Allah Subhanahu taala sonra bunu qadağan elədi. Urflarında olduğuna görə
əvvəlində Allah Subhanahu onlara qadağan eləməmişdi. Sonra qadağan edəndən sonra bunu eləmədilər. Qutardı getdi. Əziz qardaş, elə deyil. Allah- Bu birinci İslamın ilk Elədir. vaxtları deyil. Bu sonraki vaxtlardır və bunu icra edən peyğəmbər bizzat özüdür. Həm Müslimdə, həm Əhməd bin Həmbəli Müsnədində, həm Hakim Nişapuridə və Hadi digərlərdə qardaş, keçir. qulaq as. Yoxda imkan verdən mən də danışım qardaş. Sən bura gəlmirsən bizim ağzımızı yummağa, yoxsa qarşılıqlı danışmağa. Dünən də dedim də qardaş, eyni şeyi dedim, mən də eyni şeyə Demədim cavab bax, qoy verirəm. bitirim də qardaş. Deyirəm ondan sonra qadağan etmişsə, sahabelər təzədən bu şirkə niyə mürtəkib oldu? Əbu Bakır and içdi gözünün nuruna, Ayşə and içdi, Əli and içdi. Yox, qulaq as. Abu Bakrın sən Ömər hələ bunları and içdi. gətirməlisən, gətirməlisən, isbat eləməlisən bunu. İstəyirsən bir təqdim edeyim. Yox, Tövbə mövzudan edəcəksən bir yayınacaq. təqdim edeyim. Mövzudan yayınacaq da, mövzudan yayınacaq. Zaten şirk Axı sən məsələsidir. elm tələbəsən bilməzsən ki bunlar var. Sən bir təqdim Mən edin. bilirəm və cavabını Və da biz bu bilirəm. yayında bunları dəfələrlə danışıb kitablar açıb bir ortaya qoymuşuq. Bu kiçik şirk məsələsi, kiçik şirk məsələsi insanı İslamdan çıxartmır. Sahabələrin də biz zaten məsum olmadığına etiqad edirik də. Yəni deyirsən şirk Allah böyük Rəsulü günahlar kiçik var. şirkə mürtəkib olub. Peyğəmbər sallallahu əleyhi və səlləm əgər Allah onu qadağan eləmişsə şirkə mürtəkib olmayıb da, yəni. Allah onu qadağan eləsə olub da. Qadağan eləndən sonra sahabələr Qadağan yerə mürtəkib eləməyənlər, oldu. qardaş, bax qulaq as, ona qədər başqa şeylər, feillər də var da. Məsəl üçün Muazın səcdə eləməsi var idi, düzdürmü? Muaz Peyğəmbər sallallahu əleyhi və səlləm Muazın səcdə eləməyi şirk deyildi ki zaten. Hə, Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan elədi də. Qadağan eləmədi, onu izah elədi. Şirk elədi, qadağan elədi ki, izahı qadağan Deyil, elədi. şirk deyil, o şirkin əlaməti heç yoxdur. Qadağan mı elədi? Qadağan kiçik şirkin O əlaməti. salam səcdəsi idi, o da caizdir. Hə, Peyğəmbər sallallahu əleyhi və səlləm də icazə yox. İndi bizim şəriətdə caiz deyil bu. Qardaş, bizim sizdə şəriətdə- şəriət hansı şəriəti bilmirəm qardaş. İslam şəriəti. İslam şəriətində Muaz şirk etsəydi Allah Rəsuluna şirk adını verərdi. Allah Rəsulü demədi ki, Muaz sən şirk etdin bir də bunu etmə. Soruşdu ki, Muaz bunu niyə edirsən? O da dedi ki, onlar böyüklərinə bu cürə sayğı göstərirlər, sən Biz daha daha eləsən. Bəli, daha Allah eləmə. Rəsulü da dedi ki, sallallahu Bizim aleyhi və şəriətdə, bizim aleyhi. şəriətdə şirkdir də qardaş. Qardaş deyəm də, sənin şəriətin bilmirəm nədir qardaş. Allah Mən Rəsulunun şəriətim- gətirdiyi din üzrə danışsansa ondan danışarıq. Şəxsi dinini bizə təqdim etsinsə bizə lazım deyil. Yo, Əhl-Sünnə vəl Cemaat, biz mən öz şəxsi dinim deyil. Əhl-Sünnə və Cemaat də bir Əgər cəmaatı sən öz qoyur da dinini qardaş. təqdim etmək istəsənsə, onda Cəmaatın sən günə qoyulan Əhl-Sünnə və Cemaatdır da Allah və Rəsulunun Əhl-Sünnə və Cemaat deyə bir kəlmə yoxdur. Şiə Özün niyə var. baş yere çəkirsən? Şiə Şiə var, var. bəli. Hardadır? Hələ sənin təfsirində. Mənim təfsirimdə elə o mənada deyil. Təbəri, Bəyyinə surəsi 7-ci ayə Peyğəmbər dedi ki, sallallahu aleyhi və aleyhi Səhih qardaş, ya qardaşım, aleyhi sən və özün şiyyət. insan Vahəddin. Təbərdən gətirmək bunu səhih eləmir, qardaş. Yoxda sən sənə başqa-başqa Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında, Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında Şiə söhbəti olmuyordu. Amma Əhl-Sünnə səhih Niyə hədislər yalan var. danışırsınız? Axı bütün kitablarınız yazır ki, Şiə əlinin başına toplaşan cəmaata deyilirdi. Peyğəmbər Niyə sallallahu əleyhi və səlləm anlarsınız? Gedin İbn Mənzurun Lisan Ərəbinə Şiə baxın, gedin təfsir Təbəriyə baxın, gedin Peyğəmbər digərlərinə sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu əleyhi və səlləm bunu öyrətmişdi yəni əshabına, yəni əlinin şiəsi olmasını. Əli şiəsinə Peyğəmbər bizzat özü veribdi, qardaş. Hansı hədisdə? Səhih hədis. Bir dənə səhih hədis. Deyirəm sənə ki, qardaş, həm təfsirlərinizdə var, həm də gedin. Təfsir qoy burağa qardaş. Səhih bir dənə səhih İmkan hədis. ver də qardaş, təbat deyirsən, amma dinlənmirsənsə niyə danışırıq biz? Yox, səhih gətirməyəcəksən, niyə dinləyim ki? Axı deyirəm sənə get, istədiyin qrammatika kitabını aç, orada bax şiə kəlməsi hardan verir. Qardaşım, qrammatikadan danışan şiə var da. Yəni Allah Subhanahu Quranda şiəni həm Hətta yaxşı mənada Peyğəmbər dövründə şiə var idi. Amma Qardaş, şiə Peyğəmbər özü firqəsi, bəli başına yetişən şiə şiələr. firqəsi elə bir şey Peyğəmbər sallallahu əleyhi və səlləm bir dənə də Şiə səhih hədis. firqəsindən danışmaq, şiə kəlməsindən danışdı. Şiə kəlməsindən sünnə kəlməsi. Amma əhl-i-sünnə və cəmaət deyə bir kəlmə bidətdir. Nə Allah, nə Rasulü belə kəlmə işlətməyib. Ayəz nə mənasındadır əhl-i-sünnə və Peyğəmbər sallallahu əleyhi və səlləm işlədib necə yəni? İşlətməyib də qardaş, sən mənə bir dəlil gətir ki, Allah Rasulü əhl-i-sünnə və cəmaət deyə bir kəlmə işlətdi. Xulafə Raşidin el-Mehdiyin deyib də, necə yəni? Qardaş, Hə, sünnət. Şiə kəlməsi. əhl-i-sünnə və cəmaət deyilmi bə Peyğəmbər? Yenə getdiniz pis hansı mövzulara. Qayıtın belə şirk mövzusuna ki, Allah Rasulü şirk edib yoxsa yox. Peyğəmbər sallallahu qaydaq mövzumuza. Peyğəmbər sallallahu əleyhi və səlləmin cavabımız da odur ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin etdiyi həmin o ant məsələsi Allah Subhanahu taala şirk eləməmişdi. Qutardı getdi. Neyləmişdir bəs? Hə? Sizə görə Allahdan qeyrisinə and içmək mütləq olaraq haram deyilmi? Şirkdir, bəli, sonra qadağan yanında haram oldu da. Şirkin sonrası əbəli olur müəllim. Bu nə etiqadlı cəmaata təbliğ edirsiniz?
Qardaş, nəsk var da bizdə, sən bilmirsən, Şirk hər zaman Adəmdən Xatəmə qədər şirkdir. Bu şirkdən Şirkin zamanı olmur. Şirkin öncəsində olmur. Tövhidin əvvəli axırı olmur, qardaş. Kiçik şirk nədir? Kiçik şirk nədir? Kiçik şirk sizdədir, bizdə kiçik şirk yoxdur. Sizdə heç böyük şirk də yoxdur. Var, bizdə böyük şirk var, şirk. Ay qardaş, bizdə şirk var, bizdə gizli şirk var. Kiçik şirk deyə bizdə bir kəlmə Sizdə yoxdur. böyük şirk də yoxdur, qardaş. Əgər sizlənsə, sizdə böyük şirk də yoxdur. Sizdəki böyük şirk nədir? La saniyə illallah. Mötəzilədən götürürüz, Allahdan başqasının ibadət məsələsi var. Mötəzilə bizdən götürür, qardaş, biz ondan götürməmişik. İnsanları Allahdan başqasına dua eləmək şirkdir, şirk Qardaş, deyil. bizdə. Allahdan başqasına dua eləmək şirkdir, şirk deyil. Deyil, əlbəttə ki, deyil. Onda nədir şirk bəs? Şirkin, gerək şirk mövzusunu danışaq. Bir dənə bu Hə, icazə verir. görsən başqa mövzuya İcazə ver qardaş, bir dənə bu cəmaata. La saniyə illallah. Ay qardaş, icazə ver də, nə olar, icazə ver, biz də danışaq da. Bu cəmaat bilsin, bəyan olsun cəmaata ki, bizdə mikro şirk, orta şirk, böyük şirk, belə şey yoxdur. Şirk şirkdir. Yoxdur. Kim şirkə mürtəkib olarsa Allahdan qeyrisinə şərik qoşmuşdur. Var bizdə gizli şirk, var bir də aşkar şirk. Bu sizin qoyduğunuz adlardır, kiçik şirk, orta şirk. Böyük şirk yoxdur onda sizdə də. Böyük şirk yoxdur da sizdə. Qardaş, şirk şirkdir. Şirkin böyük kiçik olmur. Balaca müşrik, çıqqıla müşrik olmur qardaş. Şirk şirk. Yox qardaş, elə deyil də. Bizdəki bu tərifin cahilimdə. Bizdə İndi fərq var. sizdə kiçik şirklə çıqqıla müşrik olur. Qardaş, Bahəddin, Qardaş, deyən sualımı verim də sənə. Kiçik şirklə çıqqıla müşrik olur. Sən bizdəki mənbələri vur qırağa, denən bizdə var. Mən də sizdəkiləri vurum da. Belə olmur axı. Sən məndəkini qardaş cəmaata nə çatdırırsan? Çatdırırsan kiçik şirk. Kiçik şirki icra eləyən nə olur? Çıqqıla şirk müşrik olur. Kiçik şirk İslamdan çıxartmır da. Nə olur? Çıqqıla müşrik olur. Nə olur? Yox qardaş, sizinkinə çatmaz. Bəli, sizə baxanda çıqqılım. Bizdə siz böyük şirki də çıqqıl müşrik eləyirsiniz də. Sizə görə şirk anlayırsınız. Allahdan başqa. Yox, elə söz atmaq. Baxın da cəmaata çatdırdığı. Qardaş, bu izah eləyim də. Cəmaata əhlüsünnənin mövqeyi asandır bizdə. Bizdə dindən çıxardan şirk var, böyük şirkdir. Bu Allahdan başqa ibadəti Allahdan başqasına yönəltməkdir. İbadətin bütün növləri, istər dua olsun, istər təvəkkül olsun, istər ümid olsun, istər qorxu olsun, ibadətin bütün növlərini Allahdan gerisinə yönəltməkdir. Kiçik şirkə gəlincə isə Allahın vasitə Allaha ibadət edərkən, tək Allaha ibadət edərkən, Allahın vasitə etdiyi şeyə ibadət etmədən, ancaq tək Allaha ibadət edirsən. Həmin şeyə əgər vasitə kimi baxırsansa, məsəl göz muncuğudur, məsəl üçün Allahdan başqasına and içməkdir. Bu cür şeylər və böyük şirkə apara biləcək şeylər, bunlar kiçik şirkdir. Məsələn, bunlara riya da daxildir, ucub da daxildir. Şirki icra eləyən nə olur qardaş? Bir dənə hökmün dində. Kiçik şirki icra eləyən müsəlman. Müsəlman çıqqıla müşrik. Yəni sən yəni yenə dediyim kimi bunun bir adı olmaz da qardaş. Bizdə müşrik bizdə olmur qardaş. Müşrik sizdə olur. Qardaş, qəbrlərə ibadət edən, Allahdan qeyrisinə söz atmaqdırsa qardaş. Bahəddin, söz atacaqsansa mən səndən də pis söz atmıram. Hökmünü soruşuram. Bir adam kiçik şirkin sahibi qulaq as da, hökmünü deyirəm. Bunu və normal qəbul gülmək lazım deyil. Kiçik şirkin sahibi İslamdan çıxmır. Qulaq as, İslamdan çıxmır. Peyğəmbər sallallahu əleyhi və səlləm də kiçik şirki tədricən, yəni qadağan eləyibdi. Kiçik şirk nədir? Özü icra edir kiçik şirki qardaş. Necə cəmaatı təmizləyir? Hə? Kiçik şirk özü icra edir. Peyğəmbər sallallahu əleyhi və səlləm o duası həmin vaxt Peyğəmbər Allah Subhanahu şirk etməmişdi, kiçik şirk etməmişdi. Bu qədər basit yəni. Qardaş, necə deyirsən ki, and içmək Allahdan qeyrisinə kiçik şirkdir. Və Rasulullah da bunu icra eləyir, özü mürtəkib olur bu kiçik şirkə. Sonra cəmaatı kiçik şirkdən çəkindirir. Belə din var. Həmin vaxt şey deyildi, Allah Subhanahu qadağan eləməmişdi də qardaş. Qardaş, şirkin qadağası olur, şirkdir qardaş, adamdan xatama qədər. Qardaş, and içmək, qardaş, qulaq as da. And içmək, Allahdan qeyrisinə and içmək və digərləri İslamdan çıxartmayan günahlardır. Və o günahlar da İslamda nə vaxt qadağan olubsa, ondan da qadağan olur. Yaxşı, sual verim, cəmaata aydın olsun. Kiçik şirkindən günah eləyir, yoxsa çıqqılı günah eləyir? Balaca günah eləyir? Günah eləyir. Açıq günahdır. Peyğəmbər sallallahu əleyhi və səlləm Allah şəriətində o and içməyi Allah Subhanahu qadağan eləməmişdi. Qadağan eləməmişdi, ruhlarında bir şeydi. Sonra tövhidin kamilliyi artıq gəldi, tövhidin səhhəti məsələləri gəldi, hansı ki ibadət məsələləridir. Sonra tövhidin kamilliyi məsələlərində Allah Subhanahu onları bir-bir öyrətdi və ümmət sahabelərdə sonra müşrik oldular, ha? Əbu Bakr, Ömər. Sən yenə başa düşmürsən, kiçik şirk eləyən müşrik olmur. Qardaş, kiçik şirkdirsə, bu Peyğəmbər özü buna mürtəkib olub.
Bu hardadır İslam məsumiyyəti? İsməti hardadır? Bu şəriətdir də, bu dindir də. Bəs budur da, məsələ odur da. Bəs biz müzakirə edirik də. Məsələ Demək odur. sizin təbliğ elədiyiniz Rasulullah özü şirkə mürtəkib olmuş şəxsdir. Və bu da Yox, böyük günahlardandır. Qulaq as, əzizim, qulaq as. Kiçik şirk, həmin an məsələsi Allah Subhanahu taala həm şəriətdə qadağan Ha, qardaş, eləmişdir. şirkin anı olmur. Qardaş, sən git tövhid öyrən. Ay qardaş, sən get tövhidi öyrən. Sizdəki tövhid nədir ki? Şirkin Allahdan zamanı, başqa ibarət- məkanı olmur. Qardaş, şirk şirkdir. Əzizim, bəs sizdə niyə şirk yoxdur onda? Bizdə var şirk. Ne yoxdur ki? Aç Nədir ayqat şirk? kitablarımıza bax Nə- bir-bir. Nədir şirk? Allahdan Şirk başqa Allah'a yaradan yoxdur. icazə ver. Allahdan- Sual Ha, verin buyurun. dinlə. Şirk odur ki, qardaşlar, cəmaət, dinləyicilər, şirk ortaqlıq qoşmaqdır. Allahın səhimlərini başqasına verməkdir. Allaha ortaq tutmaqdır. Biz Allahdan başqasına ibadət eləmək, dua eləmək. Allahdan başqasına ibadət etmək, ibadət səlahiyyətini başqasına verməkdir. Bu da şəriklikdir. Allahdan başqasına dua eləmək. Allahdan başqasına dua etməyə şirk desən, onda sən Qurandan nə qədər müşrik çıxacaq hələ. Yəni Allah Subhanahu taaladan başqasına, misal üçün də Allahın qullarına müraciət eləmək və onlardan istəmək Allahın verəcəyi şeyləri. Əgər şirkdirsə, qardaş, açaq Qurandan dua kəlməsini baxaq kimlərə olur. Açaq. Mən sizə 10 dənə dua haqqında ayə təqdim edirəm ki, 10 dənə mənası var. Sən hansı mənasını qəsd edirsən? Qardaş, mənə yanaşı danışma da. Hə. Dinən də mən Qoy sual bitirim verirəm, ki. gətir də. Deyirəm ki, sizə ki, bir dəqiqə deyəcəm sizə belə. Siz dua deyəndə niyə qəsd edirsiniz? Onu deyin, ona gətirin. Duanın çağırış mənasını deyirsiniz. Duanın Deyim də sənə, dua dinəyə qəsdir, soruşdun, cavab verin də. açıqdır, cəmaət dinləsin. Bəli, dua Allahdan başqasını Allaha aid məsələlərdə çağırılması və zəlil formada o şeyin istənməsi, istər isti'anə olsun, istər istiğathə olsun, fərq etməz. Bir şeyin Allahdan istənilən şeyi başqasına yönəltmək nədir? Bu duada şirkdir. Duanın özünə gəlincə isə Allah zəlil kimi. vəziyyətdə ibadət edir. Zəlil vəziyyətdə Allahın edəcəyi şeylər istəməkdir. Məsələn də açıq deyim, cəmaət bilsin, mən də onun üzərində danışıram. Məsəl üçün çox sadə. Məsəl üçün Allahdan başqasına deyirsən ki, ya filan kəs mənə övlad ver. Ya filan kəs mənə ruzu ver. İndi xanım ərinə desə ki, kişi mənə evlad versən, nə evladsın, şirk olur bu. Bu cavabdır, qardaş. Dua yəni çağırış deməkdir, qardaş, cəmaatı niyə Mən hərəcəldirsən? dedim axı, bax, qulaq as. Mən dedim axı, dua zəlil vəziyyətdə, sən iltifətlə duanı qarışdırırsan. Duanın Dua bir dənə mənasını mən Qurandan bilirəm. Mən dua qardaş, onu mənə ibadətdəki öyrətmə. duadan danışıram. İyyəkə nə'budu və iyyəkə nəstəindəki. İyyəkə nə'budu nədir? Ancaq səninlə ibadət edirik. Və iyyəkə nəstəin nədir? Xasın amma atf olmasıdır. Ümumiyyə, yəni xüsusinin atf olması, yəni xüsusi forması. Kömək istəmək, yəni Allahın qadir olduğu şeydir. Məsələn, hidayət istəmək. Çünki elə ayənin əvvəlində də ihtinas sıratal müstaqim. İndi onu tələb ayə edir. deyir ki, Peyğəmbərə ki, sən hidayət eləyənsən. Allah şərik qoşur özünə. Yox. Burada başqa söhbət. Hidayətin iki növü var axı. İnnəkə lə Açıq danış da cəmaata. Qardaş, niyə cəmaata təhdid verirsən yanlış şeyləri? Gətirim. Çox sadə sualdır. Gətirim. Bir ayədə Allah Subhanahu taala Quranda nə deyir? Yox, bax cəmaat, bir dənə icazə. Cəmaat dinlədiniz, deyir ki, hidayət. Quranda da Allah Peyğəmbərinə deyir ki, sən həqiqətən hidayət eləyənsən. İzah eləyim də, qardaş. İzah eləyim. Çox sadədir bu, qardaş. Sən necə bu xəbərin yoxdur bundan? Allah Subhanahu qardaş, sən narız, mən səni Salihin əqidə kitabında qurtarmışam. Qulaq as da. İnnəkə lə təhdi mən əhbəbtə və lakinnəllah yəhdi mən yəşə. Allah Peyğəmbər sallallahu əleyhi və səlləmə Quranda bir ayədə deyir ki, sən istədiyini hidayət edə bilməzsən. Lakin Allah istədiyi hidayət edər. Bu birinci ayə, düzdürmü? Başqa bir ayədə deyir ki, innəkə lə təhdi ilə sırat-ı müstaqim. Sən Hələ sırat-ı müstaqim. Doğru yola yönəldirsən, qardaş. Deməli. Əgər sənin məntiqinlə götürsək, onda Quranda ziddiyyət var. Çünki Allah birində deyir ki, hidayət verə bilməzsən. Ziddiyyət yoxdur, qardaş, şirk yoxdur burada. Bunun şirkə adəti yoxdur. Qulaq as, cəmi nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm hidayəti nədir? İrşad hidayətidir. Allahın hidayəti isə tövfiq hidayətidir. Allah Subhanahu taala müvəffəq eləyir tövhidə. Burada şirkə adəti yoxdur da, bunu niyə gətirdiniz ki? Burada məsəl doğru yola yönəltmək məsələsi var. İhtinas sıratal müstaqim. İhtinas sıratal müstaqim dedikdə misal üçün ateist açır Quranı oxuyur, düzdürmü? Bu hansı hidayətdəndir? Peyğəmbər sallallahu əleyhi və səlləm çatdırıb da, düzdürmü?
Peyğəmbər sallallahu əleyhi və səlləm çatdırıb da Quranı çatdırıb, ateist oxuyur. Bu irşad hidayətidir, oxuyur, amma hidayət, yəni müvəffəq olmaq hidayəti bu Allaha aiddir. Və imana müvəffəq olmaq hidayətini Allahdan başqasına istəmək əlbəttə şirkdir, böyük şirkdir. Hardan çıxartdın şirk olduğunu qardaş? Bunun Bilirəm şirkə də, adəti yoxdur. Çünki qulaq as, yəni Allahdan hidayət istəyirik də, imana Bax, Allahdan hidayət istəyirəm və Peyğəmbərin yanındayam. Deyirəm, ya Rasulullah, mən hidayət elə. Bu şirkdir. Bəli. Bəli. Hardan çıxartdın şirk olduğunu qardaş? Çünki nəyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hidayəti, o ayədəki hidayət necə ki təfsirlərin hamısında elə gəlibdi, aydındır. O hidayət irşad hidayətidir. Peyğəmbər sallallahu əleyhi və səlləm yanındasan, məni hidayət elə. Peyğəmbər sallallahu əleyhi və səlləm artıq sən hidayətə, imana müvəffəq elə bilməz. Peyğəmbər sallallahu əleyhi və səlləm Kim deyib sizə bunu qardaş? Sünnəsini çat. Yəni qoy cəmaata Azərbaycan dilində deyək, cəmaata aydın olsun. Sən danışdı, sən başa düşürlər də cəmaat. Yox da qardaş, cəmaata axı ərəbcə anladırsınız. Yox, nə? Mən Rəsulullahın yanındayam. Deyirəm ki, sən Allahın rəsulusan. Mənə doğru yolu göstər. Hidayətin mənası budur da. Hə. Doğru yol göstəriyor. Burada şirkin nə aidiyyəti var ki? Burada Peyğəmbər sallallahu əleyhi və səlləm təvhiddir. Peyğəmbər sallallahu əleyhi və hidayət istəmək, Peyğəmbərdən hidayət istəmək, əksinə təvhiddir. Peyğəmbər sual verim sənə. Peyğəmbər sallallahu əleyhi və səlləm hidayəti göstərməyi necə idi, yəni? Necə idi vaxtında? Allahın sözlərini ona çatdırdı. Yox, necə? Ay su çatdır. İndi gəlsən deyirsən Peyğəmbər sallallahu əleyhi və səlləmə deyirsən ki, ey Allahın elçisi, mənə nə? Hidayət yolunu göstər. Aha. Hə. Necə? Sən necə göstərsən? Bu şirk deyil, bu təvhiddir. Şirklə təvhidi qatışdırmırsınız. Sual verirəm, bax. Allah Subhanahu taala Quranda 2 ayə var da. Bir ayədə Peyğəmbərə deyir ki, sən istədiyini hidayət edə bilməzsən. Düzdürmü? İkinci ayədə deyir ki, sən doğru yola hidayət edənsən. Bu iki ayənin hər birinin mənası nədir? İzah edə bilərsən? Niyə? Biri odur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi istədiyi adamı doğru yola çatdıra bilmir. Gəl şəxsin özünün bir mən nə deyirəm yanaşması var. Dedim, bəs mənə danışmağa qoymursansa, qardaş, mənə niyə danışdırırsan? Qardaş, deməli, birincisi nədir? Yox, nala bıxa vurmaqla deyil. Kəlməni deyəndən sonra dinlə də mənim kimi. Sən bu qədər elm almısan, dinləmək ədəbini öyrənməmsən, qardaş. Sən bax, qulaq astın o boyda şey danışdın mən. Ondan sonra axırda gəldin mənim dediyimi dinləyə, qardaş. Sən dediyimi demirəm. Qardaş, sən dediyimi demirəm. Sən şirklə təvhidi qatışdırmırsan. Peyğəmbərə hidayətdə şirk nisbət verirsən. Allaha şirk nisbət verirsən. And ismədə şirk nisbət verirsən, qardaş. Başqa and məsələsinə gələcək. Bir dənə icazə ver də mənə. Hidayət məsələsi. Allah Subhanahu Quranda bir ayədə deyir ki, sən istədiyini hidayət edə bilməzsən. Özü 2 ayədə deyir. Quranda 2 ayədə. Aydındır? Bir ayədə isə Quranda, bir ayədə var, digər ayədə də. Məsələn, Rad surəsində də var, bəli. Yəni o surədə də var. Deyir ki, sən doğru yönəldənsən. Aydındır? Və likulli qavmin had var. Yəni hər qövmə hidayət da qardaş. Peyğəmbərlə bax qulaq as, burada bir şey var. Peyğəmbərə aid olan hidayətlə Allaha aid olan hidayət hansındakı Allah peyğəmbərə deyir ki, sən hidayət edə bilməzsən. Bunların arasında fərq nədir? Qardaş, Allah Subhanahu taala peyğəmbər yanaşı gələsi deyil ki, biz Allahın hidayətinə, peyğəmbərin hidayətinə. Fərqi soruşam da. Hə. Bəs icazə ver də qardaş. Peyğəmbərə Allah deyir ki, sən Raufsan, Rəhimsən. Bu peyğəmbərin Rauf və rəhimliyi Allahla bərabər deyil ki, nazbillah. Bu Allahdan verilmişdir. O Fatihə surəsindəki mən dediyimə gəldim. Elə bayaq da onu deyirdim. Sən dediyimə gəlmirəm qardaş. Sən deyirsən ki, hidayət şirkdir, mən deyirəm əksinə təvhiddir peyğəmbərdən hidayət. Mən sənə deyirəm ki, bax görsən, bax yenə eyni fıradıram. Bəs indi imkan ver mən də danışım da qardaş. Sənə öyrədiblər ki, çox danış, haqlı gözənəsən. Yox, mən sadəcə sən vəziyyətdən çıxırsan, sən izah eləmirsən. Vəziyyətdən çıxmıram, mən dediyim Qur'andır, mən dediyim qardaş təvhiddir. Sən təvhid sənə ağır gəlir. Qardaş, bir dənə sual verirəm də sənə, hə yoxla. Birinci hidayət var, innəkə lə təhdi mən əhbəbdə. Yəni sən doğru yola yönəldə bilməzsən, hidayət verə bilməzsən. Bu Allaha aid olan hidayətdir, yoxsa peyğəmbərə də aiddir bu hidayət? Bax, mütləq hidayət Allah Əzzə və Cəlləyə aiddir. Hə. İndi yəni Allah istədiyini qəlbin çevirər, istədiyini qəlbin çevirər hidayətə, onu sabit qədəm edər, onu axirət yurduna çatdırar. Ay sağ ol. Eyni şeydə. Amma Peyğəmbər sallallahu aleyhi və aleyhi insanları Allahın ona verdiyi şəriət üzrə hidayətə çatdırar və bunun vəzifəsi zaten budur. Hə, qulaq as, razıyam. Mən də eyni şey deyirdim. Nə ola bilsin səhv. Mən dedim burada şirkə adəti yoxdur ki. Əgər ki biz desək ki peyğəmbər qardaş, əgər ki biz desək ki peyğəmbər Allahdan müstəqil olaraq hidayət edir, şirkə mürtəkib olarıq. Hə.
Tamam. Biz deyən- desək ki, Allahın əmri ilə peyğəmbər insanlara hidayət edib, tövhidin əli özüdür. Qardaş, mən başa bilmirəm, mən bir dənə də deyim. Bəlkə mən səhv, bəlkə mən yəni başa sala bilmirəm, dilim topuq vurur, bəlkə mən yəni düz danışmıram. Bir dənə də sual verirəm. Bu ayədəki var deyə, sən dediyin hidayət var ya, o ayədəki hidayət. Yəni ki, ancaq Allaha xas hidayətdə bildiyin. Mən o hidayətdən danışıram. Fatihə surəsində də elə həmin o hidayətdən danışılır. Bax, Allaha xas olan həmin o hidayəti istəmək Allahdan qeyrisindən. Bu böyük şirkdir. Necə ki, rızqı Şirkə istəmək. adəti yoxdur, qardaş. Qardaş, sən deməsən ki, şəriətin icazə verdiyi qədər sən duada edə bilərsən, şəriətin icazə verdiyi qədər kömək istəyə bilərsən. Çünki ayənin dalında İyyəkə nəstəin deyir, yalnız səndən istəyirik. Bu deməkdir ki, biz başqa kimsədən heç nə istəyə bilmərik. Şəriətin icazə verdiyi qədər istəməklər var, əlbəttə ki, istəyə bilərik. İcazə verin. İcazə versən cavab verin. Buyurun. Əzizim, orada da Allah Subhanahu taala dedikdə İyyəkə nə'budu və İyyəkə nəstəin deyir. Ancaq sənə ibadət edirik, ancaq səndən istəyirik. Aydındır? Başqasının üçün istəmərik. Qulaq asla. Onda ayə səhvdir də onda. Onda ayə iradə. Ayət düz deyilsin, anlayışınız səhvdir. Qardaş, ayədə deyir ki, ancaq səndən istəyirik də. Yəni o istəməyin ilə növü ki, Demək ancaq ki, Allahdan qeyrisinə istəmək şirkdir, peyğəmbər deməli. Tamam, onlar icazə ver, cavab verim. Bax, orada İyyəkə nə'budu və İyyəkə nəstəin gedir. İbadət və nəstəin. Nəstəin, ümumiyyətlə, Allah Subhanahu buna misal gətirim də təfsirdə. Misal üçün, Allah Subhanahu deyir ki, Həfizu aləs-salati və salatul vusta və qumillah qanti. Deyir ki, namazlarınıza möhkəm olun, namazlarınıza müntəzəm olun və asr namazına. Asr namazı xüsusidir. Namazlar isə ümumidir. Deməli, əsr namazını siz əlavə edirsiniz. Orada əsr namazı ayədir qardaş. Ayədə əsr kəlməsi yoxdur da. Gözlə qardaş, cəmaata doğru Vusta, yaxşı, vusta namazı, orta namaz, yaxşı, orta namaz deyil. Orta namaz, yəni indi sizdə nədirsə odur. Allah görsən bu nədir? Bax bu metoda Quranda, nə deyirlər? Quranda ərəb dilində ümumə xüsusinin ətf olunmasıdır. Xüsusi, yəni namaz elə vusta namazı, orta namaz elə namaza daxildir. Elənci də burada da İyyəkə nə'budu və İyyəkə nəstəin deyilir. Nəstəin bu ibadətə aid olan bir növ istianədir. Yəni bir növ istəməkdir. Əks halda belə bir variant var da. Mən deyirəm ki, Allah deyir ki, ancaq mənə ibadət edin, ancaq məndən istəyin. Aydındır? Ancaq yəni istəyirik də, yəni ancaq Allaha ibadət, ancaq Allahdan istəyirik. İndi sənin iradın doğrudur. Yəni mən qiymətləndirirəm sənin iradı. Sən deyirsən ki, Allah yəni Allahdan başqasını istəmir. Məsələn, arvaddan, uşaqdan, qonşudan istəyir əlbəttə. Amma onda belə bir variant var da. Ya o ayə səhvdir. Orada deyir ki, ancaq icazə versə argumentimi gətirir. Qoydum. Ya da ikinci variant odur ki, ikinci ayə 100% səhv deyil, biz bilirik də. O elə bir istəməkdir ki, ancaq Allaha aid olan istəməkdir. İcazə versiniz, mən deyim də dəlilimi qardaş. Müminin surəsi 117-ci ayədə Allah Subhanahu taala bizə bildirir ki, ilah olaraq çağırmayın kimisə. Harda? Müminin surəsi 117-ci ayə. Necədir ayəni oxu görək. Bir zəhmət məndən də əlimin altında yox. O kənə fihim əlihətun illallah lə fəsədətə ayəsini gətirsən də. Orada Allahdan başqa ilahlar olsaydı fəsada uğrayarlar. Yox qardaş, səhv deyirsən, o ayə deyil. Mən zəhmət olmasa oxuya bilmirsən, sən mən gedim ikinci telefon götürüm oxuyum. Buradan çıxmayım axı, mənim yanımda çıxsam şey olacaq axı. Onda icazə ver, ikinci telefonu götürüm. Götür. Gör mövzudan nə təyir. Mən bilirdim qardaş, bu qalxanda elə mövzudan yayınmaq üçün qalxmışdı. Amma əslində mövzu başqa idi. Yox qardaş, özü gəlsin danış, mövzudan yayınmır, özü gəlsin danış, gözəl qardaş. Gəlsin də mən nəyəm qaçdım, getdim qardaş. Deyirəm biz mövzum o deyil də. Mən heç mövzuya bir səncə bu nəysə, da başlayıb o. Deyir hamama girdinsə tərləməlisən, problem yoxdur, danışırıq da. Ya bizim indi nə hamamda, nə tərləməkdə işimiz yoxdur. Allahın dinini çatdırırıq burada. Cəmaata doğru çatdırmaq lazımdır. Ən qarşı durduğum şeydir ki, imkan vermirsən qardaş, imkan verib sözümü bitim sonra da. Yox, mən qardaş, çox səbirsizsən qardaş, bu necədir belə tələb olmaq? Qardaş, mən elə bildim başlamamışsan da, sözlü deyil, sadəcə deyirdim ki, misal gəlir. Bu təzyiqlərə mən məruz qalaram axı qardaş, sən ağzımı asmağa imkan vermirsən. Allah Subhanahu taala buyurur ki, Bismillahirrahmanirrahim, və mən yəd'u ma'allah ilahən axirə. İlah nə deyir ki, Allahla yanaşı ilah olaraq çağırmayın.
Hə, indi onlar cavab verir. Əgər ilahlıq sifətini çıxartıb kənara qoysan, mənim səni çağırmaqda, sənin məni çağırmaqda heç bir işğal yoxdur. Qardaş, onlar bir dənə cavab verin buna. Mən nə bildim, mən Buyurun, dedim buyurun. ayəni gətirsəydin, o Ənbiyədə idi, mən səhv edirəm, daha güclü olardı. Çünki sizin alimlər əslində onu gətirirlər. İlah elə la ilahe illallah dedikdə, ilah nə deməkdir? İlah sözü İlah məbud, tanrı. Fiəl, qulaq as da qardaş, deyirəm də can. Fiəl sözündə, fiəl vəznində məstərdir, aydındır. Məsəl üçün kitab, düzdürmü? Kitab nədir? Kətəbə söz yazmaqdır, O da kətəbə. ixtilaflı nəsə keçə Yazılan, görürsən. hə. İlah də fiəl vəznində məstərdir. Yəni mənası nədir? Ələhə sözü şeydir, yəni ibadət eləmək deməkdir. Aydındır? İbadətdir. Aç bax lüğətdə. İbadət etmək yoxsa ibadət olunan? Necə kitab qulaq as da deyirəm də can. Sonra razılaşmasan deyərsən. Ələhə fiəl vəznində olanda məsəl üçün kitab, məktub eyni mənadadır. Aydındır? Məsəl üçün elənçi də ilah, mə'luh eyni mənadadır. İlah sözünün mənası ələhə sözündən götürülür. Məstər kimi ibadət olunan deməkdir. Aydındır? Tanrı. Həqiqətən la ilahe illallah dedikdə biz nə deyirik? Deyik ki, la ilahe illallah Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Belə deyirik də. Məbud niyə deyirik orada? Çünki ilah sözü məbud deməkdir də. Mə'luh yoxdur, məbud İndi yoxdur. siz dediyinizin bu mənim dediyimin nə açıq oldu, nə şərh verdiniz. Açıq oldu ki, açıq oldu. Mən deyirəm ki, Allah Subhanahu taala deyir ki, və mən yəd'u ma'allahi ilahan axirə. Allahla yanaşı ilah olaraq kimisə çağırmayın. Yoxsa mənim səni çağırmaqda, sən məni çağırmaqda nə işğal var ki? Sən burada əgər şey deyirsənsə, onda sən elə bil la illallah sözünün mənasını başa düşməmisən də. Niyə sən başa düşməmisən? Sən IQ məndən yuxarıdır qardaş. Sənin elmin məndən çox. Niyə sən başa düşmən başa düşmən? Yox qardaş, vallahi yox. Mən öz IQ-mu Niyə bu görürəm? cür aşağılayıcı cümlə işlədirsən? Deyirəm çünki sən Allah müvəffəq eləməyibdi, ona görə. Niyə səni müvəffəq eləməyib ki, məni eləməyib? Bu necə Mən təkəbbür eləmirəm. Mən sənə deyirəm ki, iyyəkə nə'budu açıq aydın. Sizin qədər bizim başımız işləmirmi? Baş söhbət deyil, qəlb söhbətdir, qardaş. Sənin qəlbin pakdır, bizim qəlbimiz murdardır. Mənim günahlarımla bir yerdə Allah əlhəmdülillah müvəffəq elib tövhid dininə. Bəlkə sizin sən tövhid qardaş bilsəydin bu cür olmazdı ki. Hadi yaxşı nəsə bağışla, söz deyirəm, üzr istəyirəm. Mən onu deməli. Allah bağışlasın, Allah bağışlasın. Buyur, davam elə Sən qardaş. məndən yaxşısan, Allah səni cənnətə əhil eləsin, qardaş. Yox, inşallah Allah müvəffəq qılsın səni də. Buyur. Amin, amin. Sözüm o deyil. İndi olur da qardaşım, münazirə də olur, vərdişdir. Biz söz atırıq, həyəcanlandırıq və s. Haqqı vallahi elə. Bax, la ilahe illallah sözünün mənası elə. Məsəl üçün iyyəkə nə'bud deyəndə nə deyir elə? Qardaş, Deyir ki, bax gördün, bax görsən. Görsən elə mən izah eləmək istəyirəm də sən. susmuşam, buyur. Qardaş dedin də ona görə. "Və men yedum Allah ilahan axar la burhana bihi fe innema ismu Allah." Deməli, Allah deyir ki, kim Allahla yanaşı ilahı çağırarsa, burhan olmadığı halda. Bax, la ilahe illallah dedikdə biz bilirik ki, Məkkə müşriklərinin ilahları var idi yoxsa yox idi? Var idi. Aydındır. Məkkə müşriklərinin ilahları cinlər, mələklər, salihlər, bütlər və digərləri. Bunlar nə edirdilər? Bunlar deyirdilər ki, bunlar bizim nədir? İlahlarımızdır. Lakin biz də la ilahe illallah dedikdə, əgər hərfi mənasında baxsaq, onda mənası bilirsən nə olur? Mənası olur ki, doğrudan şey yoxdur, ilah yox idi, amma ilahlar var idi. Amma ilahlar, bax sən dediyin ayə var. Ayə deyir ki, gözəl qardaş. Ayə deyir ki, biz ilahlarımızı aləmlərin Rəbbinə bərabər tuturduq. Yox, elə deyil qardaş. Ayə deyir qardaş. Ha? Nə? Ayə deyir ki, biz aləmlərin Rəbbinə bərabər tuturduq. O qulaq as da deyirəm, başqa ayələrdə Məkkə müşriklərinin ayələri nədir? Onlardan soruşanda yeri göy kim yaratdı? Nə deyirlər? Deyirlər Allah. Allah, düzdürmü? Ruzunu göydən kim endirdi? Deyirlər Allah. Deməli onlar həmçinin Məkkə müşriklərini enirdilər. Məkkə müşriklərinin baxırsan ki, ilahları müxtəlifdir. Biri özünə xurmanı ilah götürürdü. Sonra acanda yerdə başqa xurmanı ilah götürdü. O birisi özünə bir dənə palçıqdan ilah düzəldirdi. Sonra vaxt gələndə o ilahı nə edirdi? Başqa bir ilah gələndə onu dağıdır, ged olursan. Onlar bilirdilər, qəti olaraq bilirdilər ki, bu ilahlar yoxdur. Allah Subhanahu Quranda onların vəsflərini deyir. Və ya'budu min dunillahi ma la yanfa'uhum və la yadurruhum və la yanfa'uhum və yaqul haula şufa'a'un indallah. Onlar onlara nə fayda verən, nə ziyan verən deməli ilahlarına ibadət edir və deyirlər ki, bunlar bizə Allah yanında nədir? Şəfaətçilərdir.
Yəni özləri, yəni ayələr də Çünki onlar da ilah bilirdilər, onlar da ibadətə layiq məbud bilirdilər və aləmlərin Rəbbinə bərabər tuturdular. İlahət. Yo. Aləmlərin. Qardaş, Quran ayəsi deyim qəbul edirsən, qardaş? Dinlə. Səbirli ayəni təqdim edirəm. Həl nusavvikum bi rabbil aləmin gətirsən də. Bəli, özümüz bildiyimiz halda niyə bunu məndən istəyirsiniz? İbrahim Əleyhisselamın dilinə o cənnətdə o şeylər yoxdur, qarşı-qarşı gələndə. Bəs başqa ayələrdə Yox, axı ayə deyir ki, Məkkə müşrikləri deyir ki, biz aləmlərin Rəbbinə bərabər tutardıq. Yox, qardaş, bir dənə sən dəqiq ayəni oxu, ola bilsin, yəni sən düzgün şey oxumursan, yəni düzgün oxu. O şey, yaxşı, indi ayəni deyirəm, burada bir yerdə oxuyaq. Həmçinin görək ki, bunlar Allah deyir, şeytana da ibadət edirdi bunlar. Bunlar alimlər Rəbbinə də bərabər qardaş, ibadət edirdi. Bəli, ibadətdə mən müqayisə eləmirəm ki, sən. İndi axı biz ibadət eləmirik. Mən bu günləri Allah Rasuluna səsləndiyim zaman ki, ya Rasulullah dediyim zaman mən ona mənim ibadət mi edirəm? Qulaq as. Mən onu yəni mən Rəbbim o qədər kiçikdir ki, mən gətirim Muhammed Əleyhisselamla Rəbbimi bir tərəziyə mi qoyum? Yox, sən ona görə mən nə dedim? Müqəddimə qoydum axı. Mən müqəddimə qoydum. Bax, İyyəkə nəstəin sözü var, ancaq Allahdan istəyir, düzdürmü? Bu hansı növ istəməkdir, qardaş? Ancaq Allahdan. Hansı növ istəməkdir? Ancaq bax, İyyəkə nəbudu, İyyəkə nəstəin. Çünki sən demişkən düz deyirsən ki, başqalarına istəmək vardı, amma bu ayədəki istəmək axı bundan deyil, yoxsa deməzdik ki, ancaq Allahdan. Demək bu istəmək nədir, qardaş? Bu ilah bilərək və ibadət olaraq yönələrək kiməsə istəmək şirkin ta kəndisidir. Amma mən ilah sifətini çıxartaraq, məsələn, mücahiddən, qardaşımdan bir şey istədiyim zaman bu ibadət şirkə aidiyyəti yoxdur. Yox, qardaş, mən burada mübahisə eləmirəm. Eyni şeyi deyim. Bəs sizin bizə olan iradınız nədir onda, qardaş? Qulaq as da deyirəm də, can. Qulaq as bir dəqiqə. Bizim irad odur ki, Allaha bax ibadət mənasındakı dua ilə istəməklə, ibadət formasında olmayan istəməyin fərqi var. İbadət formasında olan istəmək Allaha xas olan şeyləri istəməkdir. Məsələn, rızq, övlad. Misal üçün, yəni hidayətin mən ruzu istəsəm, kimdən qədər şirk mi olur bu? Yox, sən ruzu necə Allahın verdiyi ruzunu, övlad istəmək Allahdan başqasından. Yox, məsələn, mən ruzu istəsəm atamdan. Atam mənim ruzlandır desəm. Yox, ruz başqa şeydir. Sən atandan... Qardaş, Quran deyir ki, yetimləri ruzlandırın. Allah deyir. Allah özü ruz adını verir orada. Mən Allah'a irad edeyim. Bax, qulaq as. Bir dənə söz deyim. O Allahdan istənilən rızq var. Hansı rızqdır biz Allahdan? Allahdan istədiyin rızqla sən, misal üçün, dostundan istədiyin o, həmin o dediyin ruzdan yəni fərqini bilmirsən, qardaş, səmimi olaraq. Fərqini bilirəm də, mən dedim, sizin gətirdiyiniz doğru bir argument deyil axı, qardaş. Biz başımız bu qədər işləmir ki, biz Rəbb Teala'na istədiyimizi, mücahiddən istədiyimi, Peyğəmbərdə istədiyimi bir ayıra bilməyim. Bahəddin, can, qulaq as. Sən deyirsən ki, ayıra bilirəm də, düzdürmü? Sən orada deməli razısan ki, Allahdan istənilən rızq var. Necə ki, Allahdan istənilən hidayət var. Və həmçinin insandan istədiyin o rızq deyirsən, o bir rızq adlandırmır. Ona misal üçün kömək, nə bilim, və şey adlandırır. O da ruzdur da, qardaş, o da ruzdur. Quran ruzu deyir də buna. Qulaq as, bir dəqiqə. Bax, deyirsən ki, ya Rabbi, kasıbsan, heç yerdə işləmirsən. Aydındır. Gecə durursan duada, deyirsən ki, ey Allahım, mənə rızq ver, mənim ruzumu artır. Aydındır. Bunu sonra sabah səhər gedirsən, deyirsən ki, ey mücahid, eyni formada deyirsən ki, mənim ruzumu artır, belə deyirsən. Yoxsa fərqli formada istəyirsən? Təbii ki də, qardaş, Rəbblə bunda fərq olmalı da. Mən birinciden danışım. Bizim dediyimiz odur ki, Rəbb Teala'nın izin verdiyi şəriətdə izin verdiyi şeylər var. Məsələn, ruzunu istəmək, bəqdən də mən də danışım. Rəbb Teala əgər bizə izin verirsə, yardım istəməyə, kömək istəməyə, hətta bizə deyir ki, istəyəni biz səbr və sələt, məsələn, ayətdə və yaxud ki, bir-birinizdən yardım istəməyə Allah bizə deyir ki, yardım istəyin bir-birinizdən. Bu caiz olan şeydir. Əgər biz desək ki, ilah olaraq, tanrı olaraq, müstəqil olaraq mücahid ruzu verən görürəmsə, şirkin ta kəndisidir. Bax, bir dənə söz soruşum, bax. Gəl bir dənə sənə misal gətirim. O, gecə vaxtı namazda istədiyimiz ruzu var, ha. Məsələn, bir insandır, övladı olmur. Aydın gecə vaxtı durur, Allaha yalvarır ki, ya Rabbi, mənə övlad ver. Bu duadır, məhz bu senaryodan danışıram. Aydındır. Və gedirsən sabahsı gün bir dənə həkimə getmirsən, ha. Gedirsən bir dənə saqqallı şeyxdir, nə bilmə, salih adamdır, nə bilmə. Ona deyirsən ki, eyni formada. Deyirsən ki, mənə övlad ver.
Bunun arasında fərq var yoxsa yoxdur? Qardaş, elə kimdə var, bizim əqidədə elə şey yoxdur. Hə, bax indi ya Hüseyn mən bax indi amma eyni formada Hüseynə deyəcəksən ki, ya Hüseyn mənə övlad ver. Deyə bilərsən, deyə bilməzsən. Yox, Hüseyni qoyarlar peyğəmbərə dinə. Peyğəmbərdən istəmək olar mı? Peyğəmbər, hə, peyğəmbər üçün ya peyğəmbər, bax eyni formada necə Allahdan bizim Şiə əqidəsində belə bir şey yoxdur. Qardaş, bir dənə söz deyim, Bahəddin. Ümumiyyətlə bu məsələnin kökü bizə hara gedib dayanır? Heç bir Şiə kitabından gətirə bilməzsən ki, gəlib desən ki, ya Rasulullah mənə evlad ver. Heç bir Şiə duasında da bu yoxdur. Amma ya Hüseyn övlad var, öyrədirsə cəmaata. Biz öyrətmir qardaş, biz əksinə çəkindiririk. Qardaş, la ilahe illallah məsələsinin kökünə Bu istiğasə sizdən bizə keçir, bizdən sizə yox qardaş. Hansı istiğasə? Peyğəmbərin vəfatından sonra Peyğəmbərə müraciət etmək, Peyğəmbərdən istəmək bu sizdən bizə keçir. Yox qardaş, gör qabağımda da bizdən keçiblər. Gəl sabah gecədir, sabahları yayın qoyaq qardaş. Qoyaq ki, bu ölüdən istiğasə etmək sizdir də kökü yoxsa bizdədir. Qardaşım, bizdə istiğasə olsun. Tövhid kitabı var da. Sən açım onu sən oxuyum. Hansı kimin tövhid kitabı qardaş? Mənim öz yazdığım. Hansıdır ve biz də oxuyaq da. Mən Azərbaycanda oxuduğum hamısı tövhid altında, tövhid altında. İcazə versən mən də yaşayım. Mən Azərbaycanda oxuduğum adını deyim də. Adını deyim də kitabımı. Bəli. Bütün naza get. Quran işığında, Quran ayələri işığında Allahdan qeyrisindən istəməyin qadağa olmasının sübutu. Bütün ayələri gətirmiş. Tamam. Mən linkin atası oxuyaram. Amma mən sizin tövhid kitabının hansını açıram. Hamısında görün ki, Allahın əli, ayağı, barmağı, ovucu, belə şeylər görün. Bu ad sifət məsələlərinə gələr. Əgər tövhidi siz bundan başlayırsınız da Allahın kəlini isbatı. Qardaş, o gün də yayında, sizin yayında dedim ki, əşk kəlməsini Azərbaycanca yazın, götürdülər mənə blok atdılar. Qardaş, indi bilmirəm, nəqin nəsə başqa şey dedimsə ona görə bilmirəm, mən atmamışam. Başqa heç nə demədim. Siz dediniz ki, orada ərşə ucalıb, yazım əşk kəlməsini Azərbaycanca dediyini götürüb mənə blok atdılar. Mən bilmirəm kim atıbdı səni, amma qulaq as. Əşk məsələsinə gəlincəksə, ərş məsələsi aydındır da qardaş. Allah Subhanahu taalanın Azərbaycanca deyində zəhmət olmur. Ərşdir də, ərşdir. Allahın ərşi. Azərbaycanca, ərəbcə yox, Azərbaycanca deyil. Onun mənası yoxdur. Cənnət sözünün mənası. Niyə yalan danışırsınız? Quranda 21 yerdə keçir taxt deməkdir. Niyə yalan danışırsınız? Ayıb deyil. Yox, taxt Allahınki o taxtdan deyil ax qardaş. O taxt deyil də, elə deyil. Yox, Azərbaycanca deyində niyə axı bunu gizləsiz cəmaatdan? Taxt qardaş, sən kursi ilə şeyi qarışdırırsan, ərşi qarışdırırsan. Kursi deyil, qardaş. Kursi Quranda 2 yerdə keçir. Ərşi 21 yerdə keçir. Qardaş, biz necə tərcümə eləmişik onu? Biz onu necə tərcümə eləmişik? Məsələn, Elmir Quliyev Tron deyə tərcümə edib rus dilinə. Elxan Musayev? Elxan Musayev əş kimi saxlayıb, qarşılığını verməyib. Ziya Bünyadov? Ziya Bünyadov da saxlayıb. Deməli elədir də. Amma yox, məsələn bizim tərcümələr var. Məsələn, Dürdanə Cəfərin Ağabala Mehdiyev taxt kimi tərcümə verib. Bizdə əş məsələsi. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Salam aleykum. Bir dənə çox xahiş edirəm. Mən yəni istəmirəm söhbətinizi kəsim. Bir sualım var, vereyim, gedim. Olar icazə verərsiniz. Çünki sizin söhbətiniz maşallah çox çəkir. Olar qardaşlar, icazə verirsiniz. Mən kimə versən qardaş? Mənə yoxsa ona versən sən ver. Sizə, yox tövbə zamanı sizə. Evet. Bayaqları